Dostlar, namaste. Sizi sehirli Bali adasından salamlayıram. Və burada olarkən maraqlı mövzuya toxunmaq istəyərdim. Çox aktual, trenddə olan, bütün dünya bu haqda danışır. Yoga. Nəyə görə yoga belə dəbdədir? Nəyə görə hamı ona maraq göstərir? Həkimlər maraq göstərir. VIP insanlar, hamısı. Burada sir nədir? İnsanlar qaçışda olduğu üçün bütün dünyada xəstələnirlər. Biz xəstələnirik, gərgin oluruq. Stres, əsəb, qorxular, sinir sistemi aradan götürülür. Yəni insan təbiiliyini itirir. Təbiətlə öz bağlılığını itirir. Ona görə də xəstələnməyə başlayır. Hər şey başlayır zehindən, psixoloqlar, psixiatrlar, dərmanlar. Düşünün, dərman içməyən insan yoxdur. Həkimin qəbullarına düşən, yəni görün nə qədər biz öz sağlamlığımızı itiririk. Nəyə görə biz bu mövzuya toxunuruq? Çünki yoga səni tam təbii olaraq bədənini, zehnini, sinir sistemini, bütün daxilində olan sistemləri bərpa etmək gücündədir. Amma düzgün yoga, nəfəslərlə, düzgün fəlsəfəli, Hindistan stilli yoga, bu həqiqətən də müasir insan üçün bir terapiyadır. Mən düşünürəm ki, həftədə heç olmasa ən azı 3-4 dəfə sən onu etməlisən və görəcəksən bədənin necə rahatlıq tapır. Çünki donmuş əzələlər hansı problemlərə gətirir, çıxardır? Bizim bədənimiz başlayır ağrımağa. Ayaqlarımız ağrıyır, belimiz ağrıyır, çiyinlər aşağı gəlir, əzələlər yoxdur, əzələlər çox zəifdir, donurlar. Səhər yuxudan duranda sanki bir tonluq, sanki yaşamaq istəmirik. Çox çətinliklə ayağa qalxırıq. Çünki enerjilər dayanıb, enerjilər axıcı deyil. Həyat sənə xoş gəlmir, sənə hər şey qaranlıq gəlir. Fikirlərin, düşüncələrin, negativ olursan, heç kimə inanmırsan və negativdə yaşamağa başlayırsan. Və ən faciəsi odur ki, sən negativdə qalanda və orada yaşayanda sənin həyatına məhz sənin kimin insanlar gəlir. Çünki xoş, pozitiv, parlayan insan o insan üçün səninlə maraqsızdır. Biz yoganı etməklə bütün bu problemləri aradan götürürük. Bir sözlə yatırım edirik öz sağlamlığımıza, öz gələcəyimizə. Çünki bu günləri sən böyük pullar qaçışındasan. Əlbəttə onları qazanmaq çox gözəldir. Amma sən balansı itirməməlisən, sən sağlamlığı itirməməlisən. Çünki heç bir pula, heç bir miqdara sən sabah onu bərpa edə bilmirsən. Yəni düşünməyin ki, mən bu günləri qazandım, sonra gedib özümü müalicə eləyəcəm, ən bahalı ölkələrə gedəcəm, həkimlər, yox elə deyil. O ləkə düşən qab, o ləkə oradan gedmir. O biraz da olsa qalır. Amma sən bu günləri balansı saxlasan, həmin sağlamlığıma yatırım edirəm. Mənim həftədə 3 dəfə, 4 dəfə, 5 dəfə istədiyim qədər yoqam var. Mənim işim var, layihəm var. Mənim istirahətim var, səyahətlərim var. Ailəm var, ona da vaxt ayırıram. Yəni planlayırsan. Ümumiyyətcə planlayanda sən hər şeyi edə bilirsən. Yazılı şəkildə onu etməlisən. Yoqada nə baş verir? Fiziki hərəkətlər etdiyimiz zaman enerjilər aktivləşir. Sənin bədənində olan həyat kainatla bağlılığını bərpa edir. Və sən güclü olursan, sən özündə əmin olursan, uzaq görən olursan, zehnin, şuurun başlayır çox gözəl çalışmağa. Sanki sənə güc gəlir, o ilahi güc gəlir. Çünki enerjilərin aktivləşir. Eyni zamanda da sən işində, ailəndə, karyeranda, fərqi yoxdur, münasibətlərində
Artıq bir nömrə olmağa başlayırsan. Çünki sən özünü tanıyırsan. Sənin ruhun, bədənin və zehnin birləşir. Ümumiyyətcə, yoga sözünün tərcüməsi qədim sanskrit dilindən yuc, yəni birləşmə deməkdir. Məhz fiziki bədən, zehin və ruhun birləşməsidir. Bu çox gözəldir. Çünki bütöv adam o pis negativ enerjilərə, çünki insanların negativ nəfsləri var, negativ düşüncələri var. Hətta o sənə heç nə deməsə də, o baxışlar, o qəlbində olan qara niyyət dalğa kimi sənin üzərinə gəlir. Amma yoga ilə məşğul olan insanın aurası güclü olur. Ona batmaq olmur. O belə bizdə el dilində deyirlər, gözə gəldim. Bax, o gözə gəlmək söhbətlər keçir. Yəni, sən tam olaraq güclənirsən. Səni insanlar başlayır hiss etməyə. Onlar sənin fikirlərini dinləyir. Fikir vermişsiniz, elə insanlar var, baxırsan o heç danışmır, bir dənə gəlməyi ilə sanki belə bir dalğa girir məkana və hamı fırlanıb ona baxa bilər, diqqət çəkir. Yəni, o insanın aurası var, güclüdür. Bu insanlar məhz həyatda uğur tapır. İşində, fəaliyyətində, fərqi yoxdur, ailəndə. Sən uğurlu olursan, sən lider olursan. Həyatını ələ alırsan. Yəni, yoga bizə bu günləri bunu verir. İkinci tərəfi odur, sənin fiziki bədəninin bərpası. Bizim bədəndə 30-35 yaşından sonra ildə 2-3% insan öz əzələsini itirir. Yəni, yaşlanmağa doğru gedir. Və əlbəttə ki, hər bir şuurlu insanın məqsədi odur, sən düzgün yaşlanasan, ağlın, şuurun üstündə olsun, güclü olasan. Çünki bir müddətdən sonra, təxminən 35 yaşından sonra, əgər sən bədəninlə məşğul deyilsənsə, sənin bədənin deformasiya olur, əyilir, çiyinlər əyilir. Sən onu bəlkə də hiss edirsən, amma egon güclü olduğu üçün sən deyirsən ki, yox, məndən yoxdur. Yəni, sən sadəcə olaraq qəbullanmırsan. Amma ətrafda olan insanlar onu görür. Sənə deməsələr də onu görürlər. Bədən əyilir. Mən 100% əmin edə bilərəm ki, sizi misal üçün Bakıda sən metroya düş, qızların 99% belləri belədir. Qamətləri yoxdur. Qamətsiz insan ümumiyyətcə gözəl görsənmir. Sənin çox gözəl saçların ola bilər, estetikin hər şeylə. Amma sənin əgər gözəl yürüşün yoxdursa, sənin çiyinlərin arxaya deyilsə, sən sanki cəlb etmirsən. Çünki burada şuuraltı cəlb etmədən söhbət gedir. Sənin gözəl dırnaqların ola bilər, okey. Amma əgər sənin gözəl nitqin yoxdursa, sən artıq tamamlanmamış bir insan olursan. Ona görə biz çalışmalıyıq, hər şeyin üzərində özümüzə yatırım edək. Qamət yaranır, sinə qabağa gəlir, boynumu düz tutursan, o kraliçalar necə yeriyirdi? Ümumiyyətcə, elə dərslər var da, treninqlər var, siz bilirsiniz. Necə o modellər, treninqlər keçir, necə yerimək, necə davranmaq, necə oturmaq, durmaq. Tamamlı olmalıdır insan, hər şeyi özündə birləşdirməlidir, bütün yaxşı xüsusiyyətləri, nəyə görə də yox. Yoga bizim bədənimizi, fiziki bədənimizi çox gözəl edir. Ümumiyyətcə, yoga hərəkətlərində siz aldığınız bədən forması dünyada bir nömrədir. Çünki sizin bədəniniz çox ağıllıdır. Onun yaddaşı var, əzələnin yaddaşı var, bilirsiniz. Siz yoga hərəkətləri etməklə, o nəfəslər, sanki sənin bədənin özü bilir, harada selüliti götürsün, hara əzələ versin. Yəni, sənin bədənində relyef yaradır. Bu möhtəşəmdir. Yəni, təbii olaraq sənin bədənin relyeflənir. Artıq piylər, yağlar əriməyə başlayır.
və sən bir müddətdən sonra baxırsan ki, sənin çox gözəl ayaqların var. Ümumiyyətcə, xanımlarda cəlb edən gözəl ayaqlardır. Biraz belə əzələli olsun. Bu çox gözəl görsənir. Qollar biraz əzələli olsun. Arxalar sallanmasın. Baxın, qolunuzu qaldırın, belə eləyin. Buralar belə, çox üzr istəyirəm, şəndir kimi gedir dala qabağa. Baxın, sizin yaşınızı görsədən budur. Və bir də sizin gedişiniz, paxotka. İki dənə faktor hansı ki, sənin yaşını uzaqdan görsədir. Sən estetikləri çox edirsən. Üzvü dartmısan, amma müəyyən bədəndə hissələr var, hansı ki, sənin yaşını deyir. Yəni, bu faktdır. Biraz şuurlu yanaşaq. Sənin qolların düzəlir, bədən çəkilməyə başlayır. Sən özünü sağlam hiss etməyə başlayırsan. Baxın dostlar, bu çox mənalı sözdür. Elə insan var, bəlkə də planetin 90%-i özünü sağlam hiss etmir. Tez yorulur. Adamın heç 30 yaşı yoxdur. Harasa gəldi, uje təngi nəfəs oldu, halı yoxdur. Gündə 1-2 saat nəysə belə aktiv olur. Onun üçün gün bitdi. Sən çox dəyərli illərini itirirsən. Çünki sənin bədənin güclü deyil. Sənin bədənin güclü deyilsə, sən özün güclü necə ola bilərsən? Sənin danışmağa da halın olmur, nəysə etməyə də halın olmur. Çünki beyin də tez yorulur, oturursan nəysə işləməyə, lap bilgisayar arxasında işləyə bilərsən. Yarım saat sonra gözlər başlayır bağlanmağa, nəysə bir kofe içirsən, o süni adrenalin qalxır, 15 dəqiqən də yaxşıdır. Yenidən başlayır gözlərini yumulmağa. Çünki bədəndə enerji yoxdur. Sən təbii enerjini pozmusan. Güc ala bilmirsən kainatdan. Çünki biz oradan qidalanırıq. İnsanlar sanki bir batareykadır. O necə telefonu biz qoyuruq batareykaya. Sən səhər bilsən necə yuxudan oyanmalısan. Alovla. Gözlər açıldı, səni saxlamaq olmur. Sən sanki bir belə, yəni dünyanı yıxmağa hazırsan məcazi. Amma sən düzgün qidalanmayanda, sən yoga etməyəndə, fiziki hərəkətlər yoxdur, bədən gün-gündən köhlənir. Gün-gündən keyfiyyətini itirir, qocalır. Çünki qocalma prosesi çox sürətlənir. Biz hamımız qocalırıq. Bu normal, təbii bir haldır. Hələ nə yaxşı da belədir. Çünki düşünün, əgər insanlar 300-500 il yaşasa, nə faciələr baş verər. Sanki Tanrı hər şeyi çox belə detallı, ayırıb, hər şeyi çox gözəl bilir. Bizim ən keyfiyyətli illərimiz, haçan ki insan güc doludur, enerji doludur, təxminən, mən standart deyirəm, təxminən 20 yaşından 40 yaşına kimidir. Bax, bu 20 il ərzində səndə enerjilər, bədən cavan olduğu üçün təbii olaraq enerjilərin çox yaxşıdır. Yəni, yiyirsən, içirsən, amma yenə də sanki güc var, işləyirsən. Çünki bədəndəki orqanlar hələ cavandır. Amma 40 yaşını keçdi, sən başlayırsan sürətlə qocalmağa. Bir neçə faiza bu aid deyil. Elə insanları biz görürük, onlar belə çox azdılar, amma 60-70 yaşında adam nələr edir? Enerjiləri partlayır. Çünki vaxtında bunu anlayıb, başlayıb özünə yatırım etməyə. Yoga bizə güc verir, qüvvət verir, bizə sağlamlıq verir. Sən artıq asılı olmursan o dərmanlardan, sən asılı olmursan həkimlərdən. Nə gözəl. Bu sənin bir il ərzində elə səyahətlərin pulu çıxır. Çünki biz bilirik, o adi bir dənə həkimə gəlirsən, indi bu faktdır da, mən də bunu deməliyəm. Deyirsən ki, həkim qolum ağrıyır. Misal üçün Bakıda. Deyir ki, sən yəqin şəkərsən, get analiz ver, get nə bilim onu elə, bunu elə. Sənə bir sürü analiz elətdirir. Sən gəlirsən, artıq bir 500 manat getdi. Sonra
onu eləməlisən, bunu eləməlisən. Bir dənə çiynim ağrıyır, səni yollayır, tok, masaj, nə bilim, terapiya, onu bunu. Baxırsan elə bir 500 manat da belə getdi. Amma sən ona inanırsan, sən inanırsan ki, sağalacaqsan, bərpa olacaq bədənin. Amma çox vaxt elə deyil. Mən yüzlərlə travmalı insanları şəfalandırmışam yoga vasitəsilə. Onların çiyinlərində travma olub, deyib ki, bax sahib, mən illərlə sağalda bilmirəm qolumu. Daha həkim qalmayıb, ölkə qalmayıb, hər yerə gelmişəm. Dartılma nəticəsində yoga, fiziki hərəkətlərlə onu bərpa etmək olur. Çünki bizim hüceyrələr, onlar dartılma nəticəsində bir-birlərinə başlayırlar, daxil olurlar, bir-birlərini tikilirlər və əzələ yenidən bərpa olur. Çünki bədənin bərpa olmaq funksiyası var. Zaten bizim iç orqanlarımızda hər 7 ildən bir, əgər biz pis vərdişlərdə deyiliksə, onlar bərpa olur. Yəni, bədən özünü yeniləyə bilir. Sözsüz, bu hər adama aslı deyil. Əgər sən düzgün həyat sürürsənsə, həyatında spirtli içkilər, şəkər, un məmulatları, bunlar yoxdursa, yəni sən tam təbii, şəffaf qidalanırsan, bitki tərəvəzlər həyatında çoxdur. Onda bədən güclənir. Onda heç sənin nə vitaminlər içməyə ehtiyacın var. Çünki sən tam olaraq bədəni hər zaman təbiətin verdiyi vitaminlərlə, makro, mikro elementlərlə hər zaman qidalandırırsan, hər zaman. Və sən özünü çox gözəl hiss edəcəksən, enerji dolu, satvik. Ağır yeməklər insanı qocaldır. Bilirsiniz də, ət adamı qocaldır. Bu faktdır. Mən bilirəm, bizim çox gözəl adət-ənənəmiz var. Hər yeməklər Azərbaycanda ətnəndir. Ətsiz yeməyə belə hörmətsiz yeməyə kimi baxırlar. Amma fakt, sən insanlara da bax, 40 yaşında insan sanki uje sönüb, həyat canında yoxdur. Adam uje pul yığır ki, məni harda bastırarsınız. Avropalılarda bu baş vermir. Çünki onlar daha şuurludular. Onlar orada ət də bahadır, heç yeməyə də o qədər meyilli deyirlər. Yeməkləri çox azdır ətlə. Buna diqqət etməliyik. Çünki bu günləri sənin atdığın hər bir addım gələcəyinə böyük yatırımdır. Sənin 60-70 yaşında, 80 yaşında, nəyə görə də yox. O qədər biz elə insanlar görürük ki, Avropada çox vaxtı baxırsan adamın 90 yaşı var, amma adam öz avtomobilini idarə edir, səyahət edir, yəni hər şeydə təşkil olunub. Amma bizdə 90 yaşında insandan gedib müsahibə götürürlər ki, siz necə oldunuz bu yaşına kimi çatdınız? Çünki onlar tek-tükdürlər, rayonlarda hardasa qalıblar və yaxud belə tam donmuş vəziyyətdədirlər divanda, kalyaskada, 2 nəvəsi onu belə götürür, qoyur. Baxın fərqə. Amma Avropadakı səyahət edir, öz avtomobilini idarə edir. Mən o qədər elə insanlar görmüşəm, misal üçün İtaliyada yaşadığım ərəfədə 80 yaşında, 90 yaşında tam olaraq güclüdürlər. Yoga bizim bədənimizi, zehnimizi gücləndirir, bərpa edir və bu çox önəmlidir. Özümüzə bir gün yatırım edək. Mənim onlayn dərslərimə qatıla bilərsiniz. Mən onlayn dərslər keçirəm bu Sehirli Balidən. Burada çox gözəl, güclü enerji var. Ümumiyyətcə, mənim danışdıqlarımı siz dinlədiniz. Bunu çalışın, nəysə edin. Çalışın bunu belə bir qutuya qoydum məlumat olaraq yox. Çünki elə məlumatlar sizin qutularda çoxdur. İnsanlar ümumiyyətcə məlumatı son illər nəyə görəsə çox toplayırlar. Ancaq məlumatı alım, yığım. Amma sən əgər onu istifadə etmədinsə, o nəyə lazım? Onun nə faydası var? Mən neysə bildim. Mən neysə bilə bilərəm. Amma nə gözəl ki, sən onu həmi bilirsən, həmi edirsən. Baxın, onda balans yaranır, onda düzgünlük yaranır. Sən güclənirsən.
Özünüzə yatırım edin. Sizin idmanınızdır, yürüyüşlərinizdir. Ümumiyyətcə düzgün yoga müəllimi tapsanız, yaxşı enerji ilə, fəlsəfəli, hərəkətləri bilən, çalışın, yəni ondan əl çəkməyin. Çünki o sizin bugünkü bədəninizin, zehninizin bərpasına birbaşa böyük təsir göstərə bilər. Həyatınıza bu fəlsəfəni mütləq salın. Bir mənalı. Əgər sağlam olmaq istəyirsən, əgər güclü olmaq istəyirsən, cəmiyyətdə güclü, bədənin güclü, həyatına mütləq yoganı sal. Çünki o səni tam bərpa edir. Bütün sistemlərin çalışmağa başlayır. Sənin bədənində olan sistemlər tam olaraq aktivləşirsən, güclü olursan və gələcək sənin üçün çox parlaq, işıqlı ola bilər. Okey dostlar, gəlin sağlam olaq. Mən düşünürəm, mənim dediklərim kifayətdir. Sən biraz analiz etməyin üçün. Çünki bu məlumatlar hər gün bu haqda danışılmır. Çox vaxtı insanlar boş-boş şeylər haqqında danışır. Yəni yalnız əyləncə, amma biz bu günləri düşünməliyik ki, necə sağlam olaq, necə özümüzə yatırım edək. Okey, mən sizi sehirli Bali adasından bu məlumatları bölüşdüm sizinlə. Özünüzə yaxşı baxın, sağlam olun. Namaste. Bir 25 dəqiqə oldu.